Süzmə torbasına açıq. Bunu neyinirik? Atırsan qaba. Atır qaba. Aha, üstüne su dökürsən. Ay sağ ol. Dök onun üstüne. Tam doldur. Bırak da doldur. Ay sağ ol. İndi başlayacaq isinməyə. Yo, onu da elə diri atırsan içine. Bunu? Aha. İndi qızmağa başlayacaq o. Deyəsən isinmə prosesi gedir. İsini bax, bir dənə əli vur. Çox maraqlı. Yeməyə nə vaxt Əli tökməliyik? vur. İçinə qoymalısan. Bax belə. Aha. O suyu qızdır, suda yeməyi qızdırmalı. İstidir. Çox istidir. 2-3 dəqiqə ərzində bu aktivləşir və qızdırmağa başlayır. 10 dəqiqə ərzində yeməyi qızır. Yeməyimiz hazırdır. İndi dadına baxırıq. Hazır. Elə bir 5 gün yemək hazırlayıb. Qızdır da yəni. Çox dadlı gəlir. O, iyinə bax. Bu kökdür deyəsən. Yaşıl noxud. Yəni qarabaşaqla bir yerdə tərəvəz də var. Dadına bax da. Ət budur. Mal əti yağlı deyil, qurudur biraz, amma çox yumşaqdır. Qarabaşaq da tərəvəzlərləndir deyə, yəni çox faydalı görünür. Həm dadlıdır. 10 üzərindən nəticə? 8. Bəs mamanın bişirdiyi qreçka ilə müqayisədə? O başqadır.